Digər bir məlumatı qeyd edeyim. Türkiyənin İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı olub. Dövlət Turizm Agentliyindən ARB24-də məlumat verilib ki, açılış mərasimində agentliyin sədri Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu bildirib. O, Türkiyəli ziyarətçilərin Azərbaycana marağının getdikcə artdığını və son 5 ildə ölkəmizə gələn xarici turistlər arasında Türkiyəli ziyarətçilərin ikinci yeri tutduğunu qeyd edib. Bugün açılışını ettiğimiz İstanbul nümayəndəliyi ofisi bu əməkdaşlığın daha da sistemli və səmərəli şəkildə davam etdirilməsi üçün mühüm platform rolunu oynayacaq. İnanırıq ki, bu ofis turizm sənayesi ilə əməkdaşlığı gücləndirərək Azərbaycanın turizm brendinin Türkiye'de daha geniş tanınılmasına töhfə verəcək. İqtisadiyyatda fəal iştirak edənlərin cəmi 36,3%-i